Salam dostlar, bugün sizlerle beraber yeni gelen RP'mizi açacağıq. Təbii ki, full, yəni 100 eləməyəcəyik, amma indi nə qədərsə o qədər də açacağıq. İndicə elə OC-miz gəldi. Satın alma hədiyyələrimizi alaq. Daha sonra isə elə açaq. Yaxşı oldu 2 dənə. Buradan da gəlmədən bir şey deyib yox. Şansımız da 5 OC-dir. Yoxlayırıq bunu. Daha sonra bunu açmaq. Baxarıq. Demək, əsas şeyimiz nədir? RP-ni açmaq. Təbii ki, mən demişdim, RP alınmalıdır. Çünki doğrudan çox yaxşı RP-dir. Yəni, bu ikisi itfaiyeci setinə çox bənzəyir. Daha sonra birdən 50 alanda 60 OC qabağa düşürsünüz. İndi onu göstərəcəm nətər olur. Buradan kupon seçimlərdir. Bunlar baxır sizin istəklərinizə. Demişdim P90 efsanevi çox az skini var. Bu da onlardan biri. Sonra bunu yox, bundan sonra işte qəşəkdir və 2 dənə destansı da, yəni 360 OC bu qədər az, bu qədər destansı vermirlər də. Bu da yenə bu da NS 2000 üçün məncə dəyər. Yəni heç olmasa birdən 50 almağınızı tövsiyə edirəm. Buradan sizin üçün məntiqli olan nədir? Birdən 50 alıb OC-nizi geri qaytardıqdan sonra, yəni bunu bilmirsinizsə bunu buradan eləyin. Həm nə pis ücretsiz, yəni heç bir dəyəri, heç bir şey xərcləmədən alacağınız bir şeydir. Sadəcə 100 ki bu ikisini alasınız. Buradan gəlirsiniz, sizin üçün daha sərfəli nətər ola bilər. Birdən 50 almaq, oradan OC geri qaytardıqdan sonra 50-dən 100-lərə bir almaq. Mən burada sizinlə bərabər açacağım. Nə qədər irəliyə biləriksə irəliyəcəyik və sonra maç atacağıq. Yəni maç atmaya da bilərik. Yəni əgər maç atmamışamsa, yəni maç olan hissəsini atmamışamsa, yəni birinci, yəni təkcə bu qədərdir videomuz. Açaq. Mən o dəfə də yazmışdım S13, orada üzürsən A13'dür. Royal Pass'imizi də açdıq. Bunu deyirdim, bu itfaiyeci setinə çox oxşuyur, o barədə çox yaxşıdır. Daha sonra başlığı, hangisiri. Bunu o qədər bəyənmirəm. Nə qədər olmasa da o buradan gəlir. Daha sonra burada bunları açaq. Bunları açaq. Bunu da eləyək. Dalgadan alırıq deyə. 2 dənəsi əlavə gəlir. Buna bildiyimə görə aha gəlməlidir. Bunlar heç, bunlar böyük ehtimal ki eləmək olacaq. Manevra teçhizatı kullan. Yəni bunları da tez baxım. Eləməyəcəm, bilənmə eləməyəcəm. Ona görə də bunlar üçün yaxşı oldu. 24 burada da RP'dən aldığımız şeyləri də sizdən göstərəm. Elə bu paltarı geyinim sizdə oyun içi nətər olduğum baxa. Oy. Qəşər, mən bunları çıxardım. Yaxşı görəsiz deyə RP-ni. RP-də olanları. Kask heç mən ümumiyyətcə dedim, axı kaskı bəyənmədim. Yəni məncə ən qəşəng kask medium kaskdır. Təbii ki, dikənli kaskdan sonra. Bu şeyi göstərim Royal Pass'dəki. Demək, A13. A13. Bunu deyirəm, bu doğrudan qəşəkdir. Daha sonra göstərim də hançeri bunu 50 duruşu doğrudan qəşək. Amma bu daha yaxşıdır, təbii ki. Bu heç, bunlar, uçağı göstərim, uçağı belədir. Mənə niyə bunu 2 dənə də var? Parçaları 80 dənə qoparsın. Bunları indi görə kullanmağın
İşlətməyə yeri vardır bir şey. Yeri yoxdur hələk. Bunlar heç 57 mən sizə əsas göstərəcəkləri. Bunlar da sizdən belə yanımızda açıq. Sonra da bu Anukra X-Suite-də şeyləyək. Günün ilki açaq. İkiləri gəldi. Bu Majestik'in açıq. Yəni günün ilklərini burada atmaq mənim fikrimcə, yəni 10-cu ildə, yəni nə itirir ki? O məsələn də heç nədən 2000 popülərlik. 10-cu il satacağım. İçindən də 10-cu bir dənə qalıbmış. 20-ci ilin nə qədərdir? 2 dənə də bundan sağ. Buradan da gələk bura. Buradan buna. Buradan da bunu alır. Yəni gördüyünüz kimi də harnısa nə qədər getdi? 60 UC falan. 60 UC-yə 60 UC 4000 popülərlik. Nə itirdik ki? Bu da mənim popülərliklərim. Bu yeni gələn güncəlmə doğrudan yaxşı oldu. İstəyir papağı da taxım. Onun içi hər şeyin görəsə. Onsuz da kask məndə bağlıdır deyə görünməyəcək. Buradan görün. Kaskı o qədər bəyənmədim. Kaskı çıxardım. Buna uyğun nə kask qoya bilərəm. Bu belə. Bu bəlkə ola bilər. Işğalcı hər şeydən geri. Buna bir dənə də. Ne şey göründü. Buna da bir dənə açıqsın taxaq. Belə qəşəng oldu. Bundan da maç ataq. Gördüm, əgər maç pis keçsə, ola bilsin ki, elə bura qədər gedəcək. Yəni maç izləmək istəyirsə, bundan sonrasını davam edə bilərsiniz. Yəni 7:50-dən sonrası. Buna 7:50-dən sonrası maçı əgər izləmək istəyirsə izləyin. İzləmək istəmirsə videoya like atmağı unutmayın.